Salam. Salam yad planetlər və həm planetlər. Necəsiz, keyf əhvalınız necədir? Sizin əsl keyfiniz necədir? Biz məşhur bir atalar sözü var. Deyir, igid ölər, adı qalar. Mən də deyim, igid ölər, sözü qalar. Belə. Mənim əmimin sözüdür bu. Sizin əsl keyfiniz necədir? Nəysə, bu səs, bu video biz əmi üstündə olacaq. Biz ondan danışmaq istəyirəm. Belə. Nəysə, bugün səhər idi. Mən üzümü aldım, qıxdım, başımı qıxdım. Sonra getdim, hamama girdim. Çimirdim. Nəysə, hamamdan çıxdım. Gəldim, burada ata ilə oturmuşdu. Bilmirəm, ata çay tükürdü, neynirdi. Birdən bir zəng gəldi. Ata dedi, mərhəmət zəng eləyir. Belə bu sözü ki, dedi ata, mərhəmət zəng eləyir. Sonra dedi ki, 100% nəsə olub. Götdü telefonu. Telefonu götdü. Telefonda mərhəmət dedi ki, bəs Şərafət rəhmətə gedib. Belə ata da belə şok, mini bir şok keçirdi. Elə mən də onunla bir yerdə o şoku keçirdim. İnanın ki, mən heç vaxt öz əmimin ölməyini gözləmirdim. Belə, mən biraz ondan danışacağım bu videoda. Biraz əmimlə danışacağım. Biraz axıra da bir-iki fikrim var, onları da səsləndirirəm. Sonra videomu bağlayaram. Düşünürəm ki, bugün mənim həyatımda kifayət qədər önəmli gündür. Mən bu günə çox qayıdacağam. Həyatımda sonraki vaxtlarda bu gün çox fikirləşəcəm. Çox şey oldu mənim həyatımda bugün. Ona görə bu səsi yazıram elə. Deməli, mənim əmim həyatı boyu evlənməyib. Və yaxud da biri ilə evlənib. Onu da dəqiq bilmirik. Onun qadının bir Rus olub, onun bir uşağı olub deyəsən. Belə. Yəni mənim əmimin uşağı yoxdur. Tək qalırdı. Tək yaşayırdı. Astrxan adlı bir yer var Rusiyada. Bəlkə bilirsiniz, bəlkə bilmirsiniz. Orada yaşayır. Allah rəhmət eləsin ona. Nəysə, biraz ondan bundan danışacağım. Mənim haqqında bildiyim şeylərdən danışacağım. Deməli, mənim əmim belə olub ki, 7-ci sinifə qədər heç nə oxumayıb. Çox savadsız olub. Sonra 7-ci sinifdə birdən oxumağa başlayıb və fizikanı çox sevirmiş. Bunun da bir xasiyyəti varmış. Hərçən dərs oxuyanda, hərçən bir şey, təzə bir mövzunu öyrənəndə belə mövzunu qutarandan sonra öz evinin divarına belə bir şey eləyərmiş. Mən elədim, bilmirəm, bu səs sizə gəldi ya yox. Bu mövzunun bitdiyini bildirən bir hər hal şeydir, siqnaldır. İndi özünə görə eləyirmiş əlbəttə. Belə. Çox savadlı olub. Tanıyan onu bütün adamlar belə deyir. Mən də tanıyıram öz əmimi daha uşaqlıq dövrlərindən və əmi həqiqətən çox savadlı kişi olub. Həqiqətən çox savadlı idi. Danışıq tərzini bilərdi. Yaxşı zarafat eləyərdi. Mənim heç yadımdan çıxmır, onu bəlkə hər adama danışıram. Mən ingilis dili təzə öyrənirdim. Mənə demişdi, Amin, what's your name? Mənə demişdim, əmi, sən mənim adımı dedin də. O da belə gülmüşdü. Mənim ağlımda ən xoş xatirəm əmimdən o qalıb. İkimiz arasında keçən. Onda bir pencək geyinmişdi. Pencək deyəndə jilet giyinmiş. O jilet indi məndədir. Arada bir mən öz yerimdə geyirəm. Belə. Hələ atanın olub, bu sonradan qalıb mənə. Yəni, ona da verib ki, o gün geyinsin. O gün də bir dənə şəklimiz var bizim. Mən o şəkildə yoxam. Çünki o şəkil çəkən adam mənəm. Nənədir, əmidir.
atadır, anadır, belə bir adamlar. Nəsə mən özümə söz vermişdim ki, ağlamaram mən videoda. Çalışıram, alınmadı, çalışıram. Nəysə belə mən davam edeyim, danışdığıma davam edeyim. Həmin nəysə belə orta məktəbi pis qurtarmayıb. Sonra girib institutda, texnik institutda oxuyub. Əmi texnik institutda oxuyub. Danışamıram. Texnik institutda oxuyub. Texnik institutda kifayət qədər yaxşı fəaliyyət göstərib. Bəyəniblər ona görə onu. Və sonra o birbaşa fizika institutundan birgə fəaliyyət göstərməyə başlayıb. Mən bildiyim qədərilə yadıma belə gəlir. Sonra burada da fəaliyyətdə olandan sonra əmi orada nəsə bəzi şeylərdən danışmayıb, müəyyən problemlər yaşayıb və öz elmi işini görə bilməyib. Bu o institutda oxuyandan sonra davam etdi o elmi işini. Mən danışmaq istəmirəm, nəsə heç kimin, heç bir ölünün arxasında danışmaq istəmirəm. Bu minimalda olan ölü mənim əmim deyil bu arada. Bu başqa bir adamdır, daha qocaman bir insandır. Çox böyük bir adamdır olsun o. Nəsə, mən tanımıram o qədər də onu. Bir dəfə görmüşəm həyatımda o kişini. Nəysə, onun problemləri yaradıb əmiyə, həmin kişi, hansı ki, çox böyük vəzifədə olub. Və əmi də gedib Rusiyaya, Rusiyada Dubna institutunda uzun illər işləyib, başqa-başqa institutlarda işləyib. Orada ona radiasiya şeyləri təsir edib, bir qədər təsir edib. Belə. Belə sonra müəyyən bir həyat yaşayıb, evliliyi olub dediyim kimi və yaxud da olmayıb, artıq bilmirəm. Və heç bir uşağı olmayıb, tək yaşayıb uzun illər. Bir xəstəliyi vardı ki, dəhşət giyenaya fikir verərdi, çox hər şey istəyərdi, steril olsun. Mənim əziz dostum Hüseynlə tanış olanda danışdığım Hüseynə şey də oldu ki, mənim əmim çox fikir verərdi. Səliqə səhmanına corablarını belə eləyərdi, nə bileyim eləyərdi. Belə, nəsə o da könül bir xatirə qaldı mən. Yəni nəysə belə. Mən indi əmimdən danışdım. Biraz da mənim həyatımda əhəmiyyətindən danışım. Mən həmişə əmini özümə oxşatmışam. Bunu Hüseynə demişəm. Yadıma elə gəlir ki, Fürinə demişəm bir-iki dəfə. Çox eyni xasiyyətlərimizin olduğunu düşünmüşəm həmişə. Eyni paralel xasiyyətlərin adamı kimi gəlmişik bir-birimizə. O da mənə Arda deyərdi. Arda mənə danışanda da başqa adamlar deyir ki, sən şərəfatçısın. Belə, indi mənim bu qədər oxşadığım, ailəmdən bu qədər özümə yaxın gördüyüm və bu qədər az gördüyüm bir adamı itirmək mənə çox qəribə hiss elətdirir. Mən əslində gün başlayandan şok halında günü keçirdirəm. Mənim başıma da oyunlar gəlib. Metroda mənim əlim qaldı metronun qapısının içində. Mənim əlim hər ağrıyır. Elə bilirəm ki, sinir zədələnməsi var. Böyük ehtimal yoxlatmayacağım da, əgər ciddiləşməsə problemi. Bir institutun bir mizini də qırdım, aşırtdım əsəbdən. Düzgün oturmadım. Sonra hiss elədim düzgün oturmadım. Yenə oturdum və institutun mizi sağ olsun bir ayağı qopdu. Sallaq vəziyyətə düşdü yerə. Nəysə belə. Ya bugün kifayət qədər problem idi dostlar. Bir də bu xəbər. Bu xəbər nə qədər mənim üçün ölümcüldür. Sözün əsl mənasında. Mən əmimi çox istəyirdim. Həqiqətən çox istəyirdim. Ola bilər ona yazmırdım, ola bilər soruşmurdum. Mən də bilmirəm. Həm çox əslində yazan, soruşan adam deyirəm. Bəlkə də o yazıb soruşma qabiliyyətim bir dənə Hüseynə qarşı işləyir. Başqa heç kimə də qarşı doğru işləmir. Hüseyn də bilirəm ki, o da yazan, soruşan adam deyir. Bəlkə də ona görə işləyir. Bir də onu itirmək qorxusu, nədir bilmirəm. Bilmirəm, özüm də heç bu barədə o qədər fikirləşmək istəmirəm. Bəlkə də fikirləşməm. Yaxşıdır ki, beynim pozulmasın belə şeylərlə. Amma mən hər şeyi bir kənara qoyanda mən
çox demişəm bu sözü. Həyatda rol model olmaq lazımdır. Elə bir insan kimi yaşamaq lazımdır ki, bir rol model olasan. Mən düşünürəm ki, əmi mənim rol modelimdir. Mən əmini həqiqətən də bir çatılacaq nöqtə kimi həmişə təsəvvür eləmişəm. Düşüncə tərzi baxımından, həyata yanaşma baxımından o qədər böyük bir xasiyyətin adamıdır ki, mənim əmim özünün xəstə olduğunu bilə-bilə, vəfat edəcəyini bilə-bilə öz qardaşını çağırmayıb öz yanına ki, onu o vəziyyətdə görməsin. Həqiqətən çox başqa bir insan idi. Bizim nəsil adamları var, hamısı çox incə düşüncəli adamlardılar. Qəribə şeydir, bizim nəsildəki adamlar ya dəhşət kobud olurlar, ya da belə dəhşət incə olurlar. İndi incəlik də şey kimi olmur ha, incə görsənmək kimi olmur. O ürəkdə olur. Həqiqətən belədir. Nəysə belə. Mən bu videonu sadəcə əmiyə görə hazırlamağa çalışacağım. İnşallah da hazırlayaram. Bu səs mənim telefonumda sadəcə qalmaz. Düşünürəm, haçansa mənim həyat dövrəmlə maraqlanan biri bu səsi görməlidir. Ki, bu gün mənim üçün çox önəmli bir gündür. Mən həqiqətən bu gün metroda gələndə də sənin bir iki səslə qulaq asdım. Mən atdığıma mən sənin xətibi çox istəmişəm. Mən o bir dünyaya inanmıram. Mən cənnət cəhənnəmə inanmıram. Sadəcə bilmirəm, öz ürəyimi soyutmaq istəyirəm. Bəlkə də nə də bilmirəm. Həqiqətən səni çox istəyirəm. Belə. Kaş biraz da otura bilərdim səninlə. Kaş biraz da fikirlərimi bölüşə bilərdim. Mən az tanımışam səni. Bu həyatda da çox az adam var mənim həyatımdakı. Mən ona borclu sayıram həmişə özümü. Sən onlardan birisən. Arada bir elə şeyler olur ki, oturup düşünəndə dedim ki, bu kişi məsələn belə şey eləyib. O vəziyyətdə qurtuluram. Nəysə belə. Mən sənin xətibi çox istəyirdim. Mən sabah çalışacağım ki, üzrə gedim. Böyük ehtimal qəbr üstünə getməyəcəm. İndi getsəm də, getməsəm də, mən üzrdə iştirak edəsəm də, edəməsəm də, mən deyirəm, mən inanmıram o dünyaya. Hər hansı səsləndiyim varlıq kimi sənin də mən eşitdiyimi düşünmürəm. Amma eşidirsənsə, həqiqətən mən mənim boynuma düşən yüklər ola bilər, yerinə yetirmirəm. Amma mən sənin xətibi çox istəyirəm. Belə. Bu formada. Belə şeylər. Bir də son videonun axırında bunu əlavə eləyim. Bunu həm mən inanıram ki, mənim bütün videolarıma qulaq asır Hüseyin. Əvvəllər baxardım kanala qulaq asanlara. Orada biləm ki, Hüseyin çox kompüterlə qoşulur. Gördüm kompüterə, heç baxmıram son vaxtlar. İnanıram ama Hüseyin qulaq asır mənim videolarıma. Bu səsin axırını biraz ona görə yazıram. Biraz da özümə görə yazıram. Mən həyatda təklikdən qorxmuşam. Həmişə. Və o əminin də o vəziyyəti həmişə məni qorxudub. Həmişə düşünəndə demişəm, mənim axırım elə qurtaracaq. Həmişə. Mənə o vəziyyətdə uzaqlaşdıran bir nəfər var bu həyatda. O da Hüseyindir. Mən Hüseyin sənə sadəcə minnətdaram. Heç bir şəkildə öz sevincimi, öz ürəyimdəkini sənə deyəmərəm. Arada bir gəlirəm, telefonda yazıram. Hüseyin sənin xətrini çox istəyirəm. Bu gün də yazdım. Yaxşı ki varsan. Harada olursan da yazsan. Harada ürək atırsan. Harada bir börək atırsan. Nə atırsan. Mən
O sən bu evə gəlirsən, arada otururam bir sənə söhbət edirəm. Səni bəzən yolda görürəm bağda, bəzən bilə-bilə gəlirəm görürəm. Mən ona heç nəyə dəyişənmirəm. Mən səndən çox razıyam ha, çox razıyam. Bu həyatda insanın tuta biləcəyi mövqelər var, bir də tuta bilməyəcəyi mövqelər var. İnsan istəsə də sevgini əldə edə bilməz. Sevgi olmalıdır ortalıqda. Mən inanıram ki, biz birbirimizin xətrini çox istəyirik. Bu mənə bəs olur. Belə. Nəsə bu gün ancaq elə bunları fikirləşmişəm. Başım karşıya dönüb. Nəysə belə. Mənim canım əmim. Sağ ol, var ol. Belə.